10 milyonluq iş nə işdir ki? Gecəylə maşını satırıq, 50 min qoyuruq bu işə. Yarım milyon belindədir. Yeməyə biraz az yedən, partlamaya düşmüsən ki. Nə tər deyirsən qeliyyətdə problem deyil, yaxşı. Rəhmətliyə gedir də bu. Allah köməyin olsun. Səni cıraram. Boy kaka, mən də elə səni axtarırdım. Maşını başını bırakın, maşın getdi. 50 min borca pul tapırsan elə. 50 min qoyuruq, yarım milyon belindədir dana kaka. İndi biraz tutdu, qara qura işdir. Amma biz plan üzrə gedirik, bildin mi nəsə? Yəni səni tutulmaq ehtimalı zaten yoxdur. Deyək mən başıma bir iş gəlməyəcək ki, qaqa. Allah şükür, 3 ildən sonra sağ salamat çıxdım səndən. O gedən arda tapsam mən bilən nə... Oy! Vay kaka, mən düz 3 ildir bu qapının adı səni gözləyirəm ya. Bir dənə bomba proyektim var ağlımda. Deməli 20 min borca pul tapırsan elə. 70 min pul qazanacaq kaka. Bana deyən lazım ki, bunun riyazi savadı çatmır ki, əli ilə düzgün rəqəm göstərsin. Buna uyub niyə həyatını körürsən? Sən verin.